Oruclu insan söyüldükdə nə deməkdir? Nə deməlidir? Və alimlər elm əhli buyurur ki, kim əgər oruclu birisini söyərsə, nə deməlidir? Mən orucam deməlidir. Və bu sözü ifadə etməlidir, qardaşlar. Yəni özü öz nəfsində yox. Kimsə səni söysə, sən öz nəfsində yavaşca mən orucam yox. O həmin insana zahir şəkildə o başa düşəcək tərzdə deməlisən ki, mən orucam. Və bunu deməkdə heç bir qəbahət yoxdur. Bəzən elə insanlar zənn edirlər ki, insan hətta nafilə oruc olsa belə, sən nafilə orucu tutmusansa, bir insan sən oruclu olduğun halda təhqir edərsə, söyərsə və yaxud da ki, sənlə dalaşmağa istəyərsə, sən ona açıq şəkildə deməlisən ki, mən orucam. Yəni burada niyyətin ziddinə heç bir şey yoxdur, qardaşlar. Bəzən insan ola bilsin ki, fikirləşə bilər ki, bunu deyərəm birdən ixlasım gedər, yox qoy qulağına deyim, heç kim eşitmir. Xeyr, qardaş. Xeyr, Allah Resulü sallallahu aleyhi ve sellem bunu bizə bəyan edir və alimlər, elm əhli buyurur ki, açıq şəkildə olmalıdır bu. Açıq şəkildə olmalıdır. Əksinə, yəni şeytan insana belə şeylərlə həmişə batillə çaşdırmır ki, bəzən də haqla çaşdırır. Sanki o şeyi sənə elə göstərir ki, sən ona demə, birdən riya girir əmələ və s. Xeyr, haqq olan budur, Allah nəbisi bəyan edib. Hansı ki, Buxari Müslimin rəvayət etdiyi hədisdə Abu Hureyra radiyallahu anh buyurur ki, Allah nəbisi sallallahu aleyhi ve sellem buyurdu: وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ فَلَا يَرْفُثْ وَلَا يَسْغَبْ فَإِنْ سَابَّهُ أَحَدٌ أَوْ قَاتَلَهُ فَلْيَقُلْ إِنِّي صَائِمٌ إِنِّي صَائِمٌ. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz oruç tutduğu zaman çirkin söz danışmasın və səsini kiməsə ucaltmasın. Səsini kiməsə ucaltmasın. Əgər kimsə onu söyərsə və ya onunla dalaşmaq istəyərsə, desin ki, nəyəm? Mən orucam, mən orucam, mən orucam.